Hər kəsə salam. 9-cu sinif üçün abituriyent jurnalı artıq dərc olunub və gəlin ingilis dili suallarından ümumi PDF formatında, yəni sualların izahını kanalımda bölüşəcəm tezliklə. Gəlin indi 17-ci sualın deməli izahına baxaq. Düzgün zaman formanı seçməyimizi istəyir. İlk baxışdan biz baxdıq ki, 3 cümlə var və əlbəttə ki, çətinlik çəkə bilərik. Lakin gəlin biz elə variantlara nəzər yetirək və variantla işləyək. Variantla işlədikdə keçmiş zamanla gələcək zaman uzlaşmır. İndiki zamanla da keçmiş zaman uzlaşmır. Gəlin tərcüməyə baxaq indi. Deyir ki, it will be a quiet night. Sakit bir gecə olacaq. Our footsteps are the only thing that we heard. Nəzərinizə çatdırdım ki, heard feili də məhcula keçmir. Yəni bizim deyir eşitdiyimiz yeganə şey bizim ayaq addımlarımız olacaq. Deməli, burada baxırıq ki, gələcək zamanla indiki zaman uzlaşmır. Çünki iki fərqli cümlədədir. Hadisənin biri gələcəkdə, biri indidə baş verə bilməz. Ona görə B-ni çıxaq. Amma əgər first conditional olsaydı, yəni şərt budaq cümlələrində bir tərəf indiki, bir tərəf gələcək zamanda ola bilərdi. Amma burada nöqtə bitirdi və cümlədə iki yəni ayrı cümlə var. Digər tərəfdən biz baxırıq ki, deməli keçmiş bitmişlə indiki bitmiş də uzlaşmır. Yəni sakit bir gecə oldu. Bizim yeganə eşitdiyimiz bizim ayaq addımlarımız idi. Hətta bir cümlədə iki paralel uzlaşmada biz indiki bitmişlə keçmiş sayda yaza bilmərik. Bizim düzgün cavabımız qalacaq C variantı. Yəni 3 paralel zaman. Past simple. It was a quiet night. Sakit bir gecə idi. Our footsteps were the only thing that we heard. Eşitdiyimiz bizim yeganə şey ayaq addımlarımız idi. Hər üçü keçmiş sadə zamanda verilməli idi. Videonun tamamı üçün kanalımda göz ata bilərsiniz. Sağ olun.